Və nəhayət, bu günləri çox hörmətli bizim baş nazirimiz, indi onun Azərbaycanla da danışmağa cadman demirəm, də özünüz bilirsiniz. İndi bu günləri parlamentdə hesabat verir. Və nə deyir adam? Deyir ki, indi gördünüz mü deyir baş verənlər, biz niyə sərhəddi bağlı sağlayırdıq? Bu adam əlinlə 50 dəfə o sərcam dəyişib, əlinlə yazıq pandemiya filan filan, əhalinin sağlamlığı filan. İndi deyir, çox rahat gəlir məclisdə deyir ki, biz deyir, son vaxtı baş verənlər gördünüz mü, İranla bağlıydı bizim sərhəddi bağlı saxlamağımız. Və bu da cənab prezidentin uzaq görən siyasətinin nəticəsi idi. Amma demişəm, bunlar bir vaxtı çalışırdılar İlham Əliyevdən, elə indi də düşmən başı düzəltsinlər də, bildin. İndi o da yetmir, İlham Əliyevdən münəccim qarıyla. Əslində bunun tərcüməsi nədir? Bu, dolayısıyla o dili dolaşa, yarı Azərbaycan, yarı uçça. Demək istəyir ki, ay millət, mən yoxam ha. İlham Əliyev mənə dedi, mən də imzaladım. Əslində bu prezidenti bakacaq qoyur orada. Və özünü təmizə çıxartmaq üçün. Bunun tərcüməsi bu deyil. Sən baş nazir 50 dəfə sərəncam imzalayırsan ki, pandemiya, nə bilim, əhalinin sağlamlığı filan. Şimdi sonra gəlib deyirsən ki, İranda müharibə olmasa nə dəyəcəkdi məsələn? Tək müharibə başlanır belə İranda. Nə dəyəcəkdi bu? Yəni, gəmi batanda o deyilmiş sözdə, mənim lətifəsində bunlardan uzaq. Gəmi batanda krisalar birinci tərk edir. Şovla gəmi. İndi gəmimiz də, bu gedişat mən demişəm, Azərbaycan adlı gəmi hələ çox gedib. Bu gedişat bu gəmini batıracaq. Bu gedişat bu gəmini batıracaq.